İşaxtaran və işsiz kimi qeydiyyata alınma, qeydiyyatdan müvəqqəti çıxarılma və qeydiyyatın ləğv edilməsi necə həyata keçirilir? İşaxtaran və işsiz şəxslərin qeydiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydasına uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənəd ilə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına, dost mərkəzlərinə şəxsən müraciət etməklə və ya MEIS-in Əmək və Məşğulluq alt sistemində şəxsi kabinetə daxil olaraq qeydiyyata alınmaq üçün elektron ərizə doldurmaqla məşğulluq haqqında Azərbaycan Respublikasının qanunun 5-ci maddəsinə uyğun olaraq işaxtaran və ya işsiz kimi qeydiyyata alına bilərlər. Qeyd olunur ki, işsiz kimi qeydiyyata alınmasına yol verilməyən şəxslər, yəni məşğulluq haqqında Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslər, 15 yaşına çatmayanlar, təhsil müəssisəsində əyani təhsil alanlar, əmək pensiyaları haqqında və ya sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər 6 ay müddətində yalnız işaxtaran kimi sistemdə qeydiyyata saxlanıla bilər. Bu mərhələnin davamı olaraq növbəti vacib məqam işaxtaran və işsiz şəxslərin qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi prosedurlarının təşkili və tənzimlənməsidir. Qeydiyyatdan müvəqqəti çıxarılma halları məşğulluq haqqında Azərbaycan Respublikasının qanununda işaxtaran və işsiz şəxslər üçün müvafiq maddələrdə öz əksini tapmışdır. Bu hallar əsasən hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə, barəsində azadlıqdan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə və münasib işdən imtina kimi səbəblərlə bağlıdır. İşaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda müraciət edildiyi gündən sonraki ayın 1-dən bərpa edilir. İşaxtaran kimi qeydiyyatın ləğvi isə göndəriş əsasında münasib işlə təmin olunduqda, vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə, təqdim olunmuş sənədlərdə, məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə, işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə, məşğulluq haqqında Azərbaycan Respublikası qanununa əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə, həmçinin fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı qanunla müəyyən olunmuş müddətdə təqdim etmədikdə, işsiz şəxslər üzrə ləğv halları daha genişdir. Bura məşğulluq haqqında Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edilməsi, əmək pensiyaları haqqında və ya sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yaranması, vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi, təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunması, işsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edilməsi, təhsil müəssisəsində əyani qəbul olunması, fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina edilməsi və ya onun təsdiqlənməməsi, həmçinin fərdi məşğulluq proqramının icra etməməsi və icrası barədə hesabatı qanunla müəyyən edilmiş müddətə təqdim edilməməsi halları daxildir. Onu da qeyd etmək lazımdır ki, əmək və məşğulluq alt sistemində qeydiyyata alınaraq müvafiq məşğulluq statusu alması vətəndaşlarla iş tapmaq, fərdi məşğulluq proqramlarından faydalanmaq, həm də məşğulluq sahəsində göstərilən digər xidmətlərdən yararlanmaq imkanı yaradır.